Salam, bugün sizinlə beraber həqiqi ədəd çoxluğunun yuxarıdan məhdud çoxluq olmadığını ispat edəcəyik. Bunun üçün biz bu ifadədən yararlanacağıq. Bu ifadəni biz ispat etdikdə ispat etmiş olacaq ki, həqiqi ədəd çoxluğunun yuxarı sərhəddi mövcud deyildir. Analoji olaraq ispat olmuş olacaq ki, həqiqi ədəd çoxluğu yuxarıdan məhdud çoxluq deyildir. Bu ifadəni biz ispat etməkdən ötürü 3 fərqli teoremdən istifadə edəcəyik. İlkin teoremimiz belədir. Əgər A sıfıra bərabər olmayan həqiqi ədəd çoxluğuna götürülmüş bir ədəddirsə, o zaman A kvadrat ifadəsi sıfırdan böyükdür. İkinci teoremimiz bundan irəli gəlir. İkinci teoremimiz isə A-nın yerinə 1 qoyarıq. A 1 olarsa 1'in kvadratı 1'i verər. O zaman 1 böyükdür 0 alarıq. Üçüncü teoremimiz isə belədir. Əgər A B-dən böyükdürsə, o zaman A plus C böyükdür B plus C-dən. Bu sonuncu teoremimizi gəlin ispat edək. Deməli, əgər A ədədi, burada A, B, C həqiqi ədəd çoxluğuna daxil olan element ədədlərdir. Deməli, A böyükdür B-dən biz alarıq ki, A çıxılsın B böyükdür sıfırdan. Bu zaman biz A'nın ve B'nin üzerine eğer C ədədini gəlsək, A plus C deməli çıxılsın B plus C buradan bərabərdir. A plus C minus B minus C alınar. C'ler islah olunar. Buradan ise A minus B ifadəsini alarıq. A minus B ifadəsini aldıqda ise buradan bize aydındır ki, bu sıfırdan böyükdür. Yani bu ifade sıfırdan böyükdür. Bu da deməkdir ki, eğer berabersizliğin sağ tərəfinə atlasaq, A plus C böyükdür B plus C'dən. İndi gəlin ilkin ifadəmizə geri qayıdaq və onu ispat edək. Teoremlərimiz özünü doğrultduğunu ispat elədik. Deməli, ilkin ifadəmiz belədir. Bütün x həqiqi ədədləri üçün x kiçikdir A şərtini ödəyən heç bir A həqiqi ədədi mövcud deyildir. Biz gəlin bunun əksini götürək, əksini fərz etmə metodunda ispat edək. Deyək ki, istənilən yerdən götürülmüş x ədədi üçün x kiçikdir A şərti ödənilir. Bu zaman biz bunu ispat etməkdən ötürü ikinci teoremə baxacağıq. 1 böyükdür 0 götürəcəyik. Sonradan üçüncü teoremdən irəli gələrək hər iki tərəfə də bu A-nı əlavə edəcəyik. 1 plus A böyükdür A alarıq. Daha doğrusu A plus 0 alarıq. Buradan da irəli gələr ki 1 plus A böyükdür A. Burada 1 və A həqiqi ədəd çoxluğuna daxil olan elementlər olduğuna görə 1 plus A da həqiqi ədəd çoxluğuna daxil olan element olacaqdır və bu ifadə A-dan böyük olacaq. Bu da deməkdir ki, bizim ilkin ifadəmiz səhvdir. Beləliklə biz göstəririk ki, həqiqi ədəd çoxluğu yuxarıda məhdud çoxluq deyildir. Eyni üsulla bir-iki dəyişikliklə göstərmək olar ki, həmçinin həqiqi ədəd çoxluğu aşağıdan da məhdud çoxluq deyildir. Bunu da siz şərhlərdə yazarsınız. Sağ olun, gəlin görüşlərə dək.